Görsən bu binanı, kontaktın binası, bir də zəhmət olmasa fırra. Heydər Əliyev Parkını görsəm, mərkəz deyəndə ağlımıza nə gəlirsə, bax həminki evdir. Bu binada qardaşım bir dənə Kupçalı 71 kvadratda möhtəşəm bir dənə ev çıxır satışa. Da bildiyim gül kimi ev. O gülü də sizə təqdim edəcəm o evin içində. Gül kimi evdir. Keçə evimiz zaten. Bir dənə binanın həyətinə bax. Bir dənə binanın həyətinə bax. Möhtəşəmliyə bax. Uşaq bağçası, lisey, gözəllik salonu, məktəb, qardaş, hər şey buradadır. Sən dayanamır ki, bir də evə də bax. Gül kimi evdir, gül kimi. Deyir, güllər qədər gözəl ev buradadır. İndi aşağıdan gördünüz də nə dedim ki, ev o qədər gözəldir. O qədər ürəyə yatandır ki, güllər qədər gözəl. Hər nəsə Kərbəlayı. Bax, sən indi gördüyün koridordur. Bax, koridoru geniş. Koridorun mebeli möhtəşəm. Bu ev 71 kvadratlı Kərbəlayı. Buranı zal kimi, bir də Kərbəlayı gəl bura. Bura zal kimi nəzərdə tutulub, amma bu hammasını sizə deyim. Bura zal kimi nəzərdə tutulub, amma əslində bura, belə deyək, yataq otağıdır. Yataq otağıdır, çünki yerlərini dəyişiblər. Ora genişdir, bura bir balaca, ondan balacadır. 71 kvadratdır evimiz. Evimiz əşyalı verilir. Bəzi 1-2 belə deyək, elektronik əşyalar çıxacaq, ondan sonra ev veriləcək. Sizə bir də zəhmət olmasa buranı çək. Hamam saunz evi. Möhtəşəm bir dənə bunu incəyərəm, hər evdə eləyirəm, bunu burada deyilim. Yəni, ən sevdiyimdir, yəni bu, ən sevdiyim. Deməli, koridorumuz budur. Bir dənə bax, geniş, bir dənə göstərim, bax, geniş koridor. Elektronik əşyalardan. İndi paltaryandır, kondisioner, bunlar çıxır, onlar da ki, cehizlik olduğu üçün. Ya, bax, dediyim, əsas zal budur. Bax, bir dənə buranı yataq otağı kimi indi düzəldiblər. Niyə görə? Çünki balkona görə, uşağa görə buranı belə düzəldiblər. Bir də zəhmət olmasa divarın bir dənə şkafını çək. Boydan boya şkaf yığılır. Bütün əşyalar yerində qalır. Bir dənə bunu Kərbəlayı. Orada deyən sənə bir dənə bir şey danışım buradan. Kərbəlayı deyirləri, parkın Heydər Əliyev mərkəzi, Heydər Əliyev parkının yanı, yörəsi yox. Düz yanı, Kərbəlayı. Bir dənə çək. Baba. Sağ Heydər Əliyev parkıdır. Düz yolun qırağında. Bura Abşeron City'dir. Videonun əvvəlində dediyim kimi. Bura Abşeron City'dir. 71 kvadratda möhtəşəm belə bir geniş evimiz çıxır satışa. İndi keçək əsas məsələyə. Əsas məsələmiz nədir? Evimizin kupçası yerində. 71 kvadrat. Bax, 71 kvadrat evin kupçası yerində. Əşyalı 1-2 elektronik əşyanı götürmək şərti ilə evimiz əşyaları ilə birgə satışa çıxır. Qiymətə bax dənə. Düz 10.000 endirim olunub. 10.000 endirimə qiymət cəmi 112.500 manat. Real alıcılar gəlsin, əlaqə saxlasın. Sizə bir dənə nəzərinizə çatdıram ki, bu evi əldən qaçın. Çünki gül kimi evdir. Allah alana da, satana da xeyir eləsin.